Salam dostlar, bu dərsimizdə fərdi siyahıların hazırlanması formasını keçəcəyik. Baxın, fərdi siyahılar nədir? Ümumiyyətlə o haqda danışın. Hal-hazırda mənim kompüterimdə fərdi siyahılar mövcuddur. Deyək ki, mən əgər kompüterimdə yanvar yazıb aşağı doğru çəkərəmsə, baxın, dekabra doğru ayların adını yazdı. Və ya bazar sözünü yazıb aşağı doğru çəkərəmsə, baxaq varmı? Aha. Və həftənin günlərini yazır. Baxın, sizdə ola bilsin ki, bu seçimlər var, ola bilsin ki, yoxdur. Bəs sual ortaya çıxa bilər ki, bu fərdi siyahıları özümüz necə yarada bilərik? Baxın, deyək ki, mən belə bir fərdi siyahı düzəltmək istəyirəm. Deyək ki, mənim işlədiyim müəssisədə ən çox müəyyən departamentlər var ki, onlar həmişə onların adını yazıram. Deyək ki, hər zaman istifadə edirəm insan resursları, mühasibatlıq, təchizat və s. Və bu sayt çox ola bilər. Mənə lazımdır ki, bunlardan hansı bir xanaya yazıb aşağı doğru çəkərəmsə, digərləri də avtomatik şəkildə yazılmış olsun. Necə ki, məsələn, indi yanvar yazıb aşağı doğru çəkərəmsə, digər ayların adı yazılır. İstəyirəm ki, insan resursları yazıb aşağı doğru çəkərəmsə, digərlərinin də bax, bunların adları yazılsın. Bunun üçün gəlirik File menüsünə, Options'a gəlirəm. Burada Advanced var. Xatırladım ki, bu 2013 versiyasıdır. Mən də hal-hazırda üzərində işlədiyim 2013-dür. 2010 və 2013-dən ondan bəri olanlar bu şəkildə olacaq. Advanced və ən aşağı gəlirik. Edit Custom Lists. Bax, burada New List var. Burada bu parametrləri bir əlindən ötürə bilərəm. Və yaxud da ki, bu kanallardan insert edə bilərəm. Deyək ki, əlindən ötürəm insan resursları, mühasibatlı, təchizat. Add deyirəm, əlavə edirəm və OK tıkladım. Yenə OK tıklayıram. Baxın, indi gəlib bura əgər mühasibatlıq yazsam, yəni məcbur deyir ki, insan resursları sözünü birinci yazasam. Və aşağı doğru çəkərəmsə, baxın, təchizat və insan resursları onun arxasınca yazmış olduq. Aydındır. Deməli, biz fərdi siyahılar düzəltmiş olduq. Fərdi siyahıların düzəldilməsi qaydasına bir dənə nümunə deyim ki, bilişləriniz daha da zənginləşsin. Baxın, deyək ki, bizdə adam adları var. Mənim Excel qruplarım var. Həmin Excel qrupunda 5 nəfər həmişə iştirak edir. Yəni, həmin adamlar Elçin Həsənov, Orxan Abdullayev, Teymur Sarmuradi, Murad Kərimov deyək ki. Mənə lazımdır ki, bunlardan hansı birinin adını yazdım və aşağı doğru çəkdimsə, digərləri də avtomatik gəlsin. Yəni, hər dəfə mən bu məlumatları doldurmuş olmayayım. Baxın, gəlirəm. File, Options, Advanced, ən aşağıda Edit Custom List, New olaraq, baxın, bu dəfə bu kanallardan import eləyəcəm. Seçirəm bu kanalları, import dedim, baxın, import elədi və OK tıkladım. İndi gəlib əgər bura sağ Elçin Həsənov yazım, aşağı doğru çəkdim, baxın, digərlərində avtomatik şəkildə yazmış oldu. Ümid edirəm, bu gündəlik işlərinizdə çox sizə köməkçi olacaqdır. Gəlin dərslərdə görüşənədək.